fikirlərdir. Real olaraq isə biz görürük ki, milyon dollarlarla sanksiya olunmuş məhsullar ya Gürcüstan vasitəsilə Rusiyaya gedir. Yəni məsələn iki tərəflidir də. Burada var misal üçün Avropanın da istehsal olunan və Rusiyaya çatdırılması qadağan olunan məhsullar onun da belə deyək üçüncü ölkələr vasitəsilə keçidinə biz şərait yaradırıq. Bir də var məsələn Rusiyanın sanksiya olunmuş məhsulları bura daxildir. Rusiyanın neft, qaz və digər enerji resursları bunun Avropa bazarına çıxarılması buna da biz kömək edirik. Məsələn bilmirəm də, yəni çoxlu milyon dollarlarla Rus nefti Gürcüstanda istehsal olunmuş adı ilə Made in Georgia adı ilə məsələn Avropa bazarlarına ixrac olunur. Yenə yəni sözdə deyilir ki, hə Gürcüstan bütün sanksiyaların belə deyək tələb olunan, sanksiya paketləri ilə tələb olunan nəzarət mexanizmlərinə əməl edir, amma ortada olan faktlar fərqli göstərir. İnteqrasiya da belə gedir. Misal üçün